Qonşu Türkiyə isə noyabrın 1-də keçirilmiş parlament seçkilərindən sonra növbəti mühüm seçkilərə hazırlaşır. Bu dəfə xalq konstitusiyaya dəyişiklik etmək üçün referenduma gedir. Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan bildirib ki, xalq parlament seçkilərində Ədalət və İnkişaf Partiyasına öz sadiqliyini göstərmək, həm də konstitusiya islahatlarına ehtiyac olduğuna səs verib. Ətraflı Türkiyə büromuzdan Pərviz Sultansoy. 7 iyul tarixində Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının səs faizlərinin azalma səbəblərindən biri olan Türkiyədə prezident sisteminin yaradılması məsələsi yenidən gündəmə gəldi. Hakim Ədalət və İnkişaf Partiyasının tək başına iqtidara yiyələnməsi ölkədə bir neçə aydır sürən hökumət böhranını demək olar ki, aradan qaldırdı. Seçkidən keçən 3 gün müddətində indi ölkə gündəmində duran əsas məsələ prezident səlahiyyətlərinin artırılması ilə bağlı konstitusiyaya ediləcək dəyişikliklərdir. Prezident Rəcəb Tayyip Erdoğan da son açıklamasında bu məsələyə geniş şəkildə toxundu. Türkiye'nin bir an önce yeni anayasa meselesini çözmesi gerektiğidir. Bunu millet bekliyor değil mi? Bekliyor. Türkiyədə prezident idarə sisteminin yaradılması üçün ilk öncə parlamentdə konstitusiya dəyişikliyi ediləcək. Daha sonra ümumxalq səs verməsi keçiriləcək. Əgər Türk vətəndaşları referendumda müsbət cavab versə, Türkiyə yaxın 2 il ərzində Rəcəb Tayyip Erdoğanın liderliyi ilə prezident sisteminə keçid alacaq. Rəcəb Tayyip Erdoğan prezident sisteminə keçidlə bağlı planlarını 2012-ci ildə açıqlayıb. Erdoğan hesab edir ki, 2023-cü il 100 illik yaşını qeyd edəcək Türkiyə Cumhuriyyəti üçün prezident üsul idarəsi daha məqbuldur.